Avtomobil idxalına qoyulan vergi güzəştlərinin ləğvi və rüsumların artması qiymətlərə də təsirsiz ötüşməyəcək. Xüsusilə rahat və sərfəli hesab olunan Çin istehsalı elektrikli avtomobillərlə bağlı növbəti ildən vəziyyətin dəyişəcəyi proqnozlaşdırılır. Güzəştlərin ləğv edilməsini mütəxəssislər bir neçə amillə əlaqələndirirlər. Çox ucuz şəkildə ölkəyə yeni avtomobillər idxal olundu, amma təbii ki, bunu davamlı bu pəncərəni saxlamaq mümkün deyil. Çünki həm ölkədən ciddi sürətdə valyuta axınına gətirib çıxarır, həm də eyni zamanda da indi büdcənin formalaşmasında avtomobil sürənlərin rolunu da artırmaq lazımdır. Növbəti ildən biz avtomobillərin bahalaşmasını müşahidə edəcəyik. Xüsusən də ilin ilk yarısında avtomobil idxalında bir qədər azalma olacaq. Çünki vətəndaşlar bu məsələləri bildiyinə görə, xüsusən də 4-cü rübdə kəskin çox saylı belə deyək, sifarişlər veriblər. Qiymət artımını tək daxili qərarları yox, xarici faktorlar da gücləndirəcək. Belə ki, elektrikli və hibrid avtomobillərin əsas istehsalçısı olan Çin 2026-cı ildən yeni ixrac qaydalarını tətbiq edəcək. Qeydiyyata alındıqdan 180 gündən az istifadə olunan avtomobillərin ixracı üçün istehsalçının rəsmi icazəsi tələb olunacaq. Elektrikli və hibrid avtomobillərə 30 min yuanlıq güzəştlər artıq 15 min yuana endirildi və müxtəlif belə deyək sərtləşdirilmələr edildi ki, hibrid avtomobillər mütləq şəkildə 100 km getməlidir və elektrikli avtomobillərin də müxtəlif limitləmələri olacaq. Növbəti ildən təbii ki, Çin avtomobillərində də ciddi şəkildə qiymət artımını biz görə biləcəyik. Əlavə olaraq da Azərbaycanı nəzərə alsaq ki, güzəştləri artıq yekunlaşır və ümumi bazar dəyərinə baxdığımızda Çin avtomobillərinin artıq idxal olunan Çin avtomobillərinin ciddi şəkildə bazar payında qiymət yüksəlişini görə biləcəyik. Mütəxəssis onu da əlavə etdi ki, son illər Azərbaycanda Çin avtomobillərinin sayı xeyli yüksəlsə də, onların çoxu rəsmi dilerlərlə deyil, fərdi alverçilər tərəfindən gətirilib. Bu mərhələ də artıq geridə qalır. Bundan sonra yalnız istehsalçılarla rəsmi əməkdaşlıq edən şirkətlər Çindən avtomobil idxal edə biləcək. Qasım Xuluflu, Anar Ağazadə, İTV Xəbər.